Cihatla Mir Yusifə. Deməli, uşaqlar, ilk sualım belədir. Şahmat taxtasında ən güclü fiqur hansıdır? Vəzir. Mir Yusif. Səhv çıxmayın. Mir Yusif, sən Məmməd və Fərhad. Sualım sizədir. Diqqətli olun. Şahmat taxtasında neçə xət var? Xət. Səhvdir. Yerindən şans verirəm. Neçə xət var? Hansılardı yadınıza salın. Deməyin. Xət. O xanadır uşaqlar. Xət. Yadınıza salın. 3 xəttiniz vardı. Bunu saymıram. Heç bir cavab vermədiniz. Növbəti sualımız. Hansı fiqur diagonal, daha doğrusu fiqurlar diagonal xətt kimi hərəkət edir? Hansı fiqurlar? Səhvdir. Diagonal. İki fiqur idi. Hansı fiqurlar diagonal xətt kimi hərəkət edirdi? Diagonal xətt üzrə. Yox. Əyri gedən fiqurlar gəlir. Fil və Məmməd dedi. Məmməd keç arxaya. Sevil və Hüseyin. Yaxşı. Şahmat sözünün hərfi mənası nədir uşaqlar? Modest. Sən keç yarışa. Sevil, sən əyləş. Növbəti sualımız. Uşaqlar sakit. Növbəti sualımız Barış və Cəmilə. İstəyin görün mənə. Mat nəyə deyilir? Şahmat eləmək. Şah öldü, şahmat eləmək. İkiniz də düzgün dediniz. Şah öldü, şahmat eləmək. Yaxşı, başqa bir sualım sizə. Yaxşı, mənə deyin görün. Hansı fiqurun balı yoxdur? Mənim şah. Şah dedi. Barış, sən arxaya. Növbəti sualımız Murad və Məhəmməd. Şahmat taxtasında Murad, başa düşürsən də? Şahmat taxtasında. Çünki biriniz az, biriniz rus, mən belə qalıram. Şahmat taxtasında neçə fiqur var? 32. Məhəmməd qalib. Gəl Murad, sən keç. Sənsiz, Yaxşı, Heydər və Nilufər, sualım sizədir. Hansı fiqur piyada və şahdan başqa digər fiqurları çevrilə bilər? Hansı fiqur piyada? Sən keç. Növbəti sual, artıq sayımız azalır. Diqqətli olaq, sakit olaq uşaqlar. Cihad və Məmməd. Uşaqlar, mənə deyin görüm. Hansı fiquru vurmaq olmaz? Modest. Cihad əyləş. Sənə çatmadı. Hansı fiquru vurmaq olmaz? Keç. Məhəmməd və Hüseyin. Şahmat neçənci əsrdə yaranıb? 6-cı əsrdə. Modest. Hüseyin əyləş. Uşaqlar, növbəti sual, sayımız azalır. Şahmatın vətəni hansı ölkədir? Hindistan. Barış əyləş. Eyb yox. Yenə eləyəcəyik də? Yenə eləyəcəyik. 3 nəfər qaldı. Məmməd və Məhəmməd. Uşaqlar, bir qulaq asın. Uşaqlar, şahmat taxtasında neçə xət var? 3. Məhəmməd düzgün dedi, tez dedi daha doğrusu. İkiniz də düz dediniz, amma Məhəmməd tez dedi. Və sonuncu ki, nəhəng güclü şahmatçılarımız oyunun sonuna qalıblar. Məhəmməd və Nilufər. Topun neçə balı var? 5. Nilufər qalibimiz oldu.